Vətən müharibəsi iştirakçısı 38 yaşında vəfat etdi. Gəncədə Vətən müharibəsi iştirakçısı vəfat edib. Gözaltı Qafqaz İnfoya istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi qazisi olan 1987-ci il təvəllüdlü Aslan Yevgeni oğlu Zeynalovun yas mərasimində Gəncə şəhəri Kəpəz və Nizami bələdiyyələrinin sədrləri, şəhid ailələrinin üzvləri, qazilər, mərhumun döyüş yoldaşları, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Aslan Zeynalov Gəncə şəhər Şəhidlər Xiyabanı kompleksindəki qəbirstanlıqda torpağa tapşırılıb. Qeyd edək ki, mərhum 1992-ci ildə 1-ci Qarabağ müharibəsində itkin düşən Yevgeni Zeynalovun oğludur. Ailə üzvlərini itirən Aslan Zeynalovun bir övladı yadigar qalıb. Ruhları şad olsun. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.